Bu peçenyələrin tərkibində nə yumurta, nə süd, nə də ki kərə yağı var. Sadəcə duru yağ və su ilə hazırlanan, amma ağızda əriyən bir ləzzətdir. Gəlin keçək hazırlanma qaydasına. Bir qaba 4 xörək qaşığı şəkər tozu, 1 paket vanil, 1 çimdik duz, 100 ml duru yağ və 100 ml ilıq su əlavə edib çırpıcı ilə qarışdırırıq. İndi isə quru ərzaqların növbəsidir. Ayrıca bir qabda 250 qram unu ələyirik. Üzərinə bu peçenyaya o məşhur kövrəkliyi verən 90 qram qarğıdalı nişastasını və 1 çay qaşığı qabartma tozunu əlavə edib qarışdırırıq. Quru qarışımı duru ərzaqların üzərinə əlavə edib yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Xəmirimiz hazır olandan sonra onu 2 bərabər hissəyə bölürük. Belə xəmirlə işləmək daha rahat olacaq. Daha sonra xəmirə uzun forma verib kiçik hissələrə kəsirik. Dostlar, zəhmət olmasa videomu bəyənməyi unutmayın. Bu kanalımın inkişafı üçün çox vacibdir. Və rəylərdə yazın hansı növ şirniyyatları daha çox sevirsiniz. Hər birinizin rəyini bir-bir oxuyuram. Kəsdiyimiz hissələri də şəkər tozuna bulayırıq. Əvvəlcədən 180 dərəcəli isidilmiş sobada cəmi 20 dəqiqəyə bişiririk. Çox bişirib qurutmayın. Üzəri biraz qızardısa demək ki hazırdır. Və budur, bizim büdcəli peçenyelərimiz hazırdır. Tərkibində heyvani məhsullar olmadığı üçün həm yüngüldür, həm də çox dadlıdır. Çayın, qəhvənin yanında əvəz olunmazdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.